Hər kəs salam dostlar. Neçə ay aradan sonra Azərbaycan dili ilə və yenidən troll videoları ilə qarşınızdayam. Dostlar, neçə vaxt video atmırdım çünki yəni dərslərim falan var idi, yəni məktəblər falan. Yəni məktəblər bitdi, yəni ona görə davam eləyə bilərik. Bundan sonra videolar ancaq Azərbaycan dilində olacaq. Məncə belə yaxşıdır. Dostlar, öncəliklə həmişə kimi klanla başlayırıq. Bir dənə klan tapaq. Ən çox, yəni ayda burada heç nə görmək olmur axı. Ən çox, yəni aktiv olan oyunçuların arasına gedirik. Görək rahatsız etməyimiz açıqdır yoxsa yox. Buna bu da baxmaq olmayacaq axı indi. Hə, yox, açıqdır. Gözləyə bilirsiniz atsınlar. Bu arada dostlar, Messi'nin oyununa baxdım. Yəni çox zor idi da. Son 15 dəqiqədə 3 qol həqiqətən. Yəni çox yaxşı bir oyun idi. İndi istək gəlməsini gözləyək ya da bir dənə bura salam yazaq. Yox, selam yazaq da. Türk yoxsa Azəri, mən o bilmədim axı indi, o necə olacaq? Nəysə, Azərlər də türk deyə bilir də məncə. Bilirəm, nəsə yazma. Bax, bildim də, ay mən. Bu yaxşıdır, bu yaxşıdır. Ferit. Bu da Azərbaycanlıdır. Bu da Azərbaycanlıdır, 100%. Deyir ki, Azərbaycanlı sanmadı, mən yəqin ki, Azərbaycanlı deyil. Eybi yox, yəni problem yoxdur. Əsas o ki, bizim trollumuz alınsın. Amma indi yadıma düşdü, bizim əvvəlki videolar bir məqsədimiz var idi axı. Nəysə, bu videoda da çox qəşəng trollamağa bacaraq. İsmimiz Azərbaycanda el sevdiyim filmə bağlı. Nəsə dostlar, sorun deyil yazdım. Əsas o ki, biraz söhbət eləyək, qəşəng trollayım bunu. Ağlımda çox gözəl bir ideya falan yoxdur. Oha, nə? Oha. Öncəliklə bir dənə yaşını soruşaq. Yaşını söylə. Dostlar, əslində mənim ağlımda var idi, yəni yadımdan çıxmışdı. Məncə köləsə eləyə bilərdi. Oha. 14. Amma bu da yaxşıdır. Yəni direkt video qapağı çıxdı, nə bilim. Bu nə yaşayışdı? Bəm nədir? Yəni ki, o mənimdir. Mən başa düşmez bu. O nə? Nə? Bu olmadı, bir dəqiqə. O nə? Oha. Kölə. Of. Məncə bunun bir dənə şey olmalıdır. Məncə söyüş söyləyəcək. Çünki yəni axırdakı söz biraz pis oldu. Oha, bunlar nədir? Şey yazayım. 43. Evet, 43 yazalım. Dostlar, bu arada 100% Azərbaycanlıdır. Tamam. Normal neçə olur ki? 30, 37 olar. Mən 37 yaz getdiyinə. Ayda dostlar, trollumuz çox yaxşı alınır. Həqiqətən bax, mən heç nə yazmadan, yəni özü yazdı da hər şey. Mən şey yazaq. Keçən videoda yazmışdım. Klanda miyavla. Həqiqi də miyavlayacaq görsən. Yəni baxıram bu dəqiqə. Baş üstünə. Oha. Havalar nasıl? Havalar nasıl? Dostlar, bu dəqiqə yəni çıxma ehtimalı da yüksəkdir ki, yəni verdiyim suala baxın bir dənə, havalar necədir? Heç xoşum gəlmədi bu kölədən. Bu nə ünvanda ola? Uydu, oyuna 5 al. Ayda, nə olacaq indi? Baxın da, nə mənası var indi, gözləyirəm. Bu nə mındarada, belə mındar adamlar var. Ayda, bəlkə söyüb qaçın. Dostlar, məncə şeydə etiraf eləyirəm, yəni çox sıxıcı oldu biraz, nəysə yazıram. Mırtdaşır bu məzəllər, yoxsa necə, onsuz da partlayacaq video. Bilmir, yəqin oğlanam. Oğlanam. Gəl səndən, baba. Nə? Get işinlə məşğul ol, bu nə danışır hə? Dostlar, nəysə biraz belə şey adama çatdıq belə, yəni velətə oxşayırdı. Mənə axırda bilirsiniz nə dedi? Gəl sənə qız düzəldim. Yəni burada videoda görsənilir onsuz da. Bəlkə bunu da qəbul edeyim. Yəni gördünüz də, yəni qəribə biri idi. Bunu da çox qısa trolləyim, qutaracağım çünki videonun sürəsi uzun olur. Nə yazacaq bu indi? Salam yazdı, biz də salam yazdıq. Ayda, darıxmışam video. Dostlar, bu video bol-bol yorum bu yorum deyirəm. Bol-bol like ata bilərsiniz, yəni geri dön. Onsuz da hərdən birdən buraxıb gəlirəm. Yəni aşk qrupuna boşunda deyilsin herhalde. Yox. Evet.
Dostlar, axırıncı videoma şeydi, az yorum gəldi deyə. Çünki o videonun üstündə edit falan əziyyət çəkirəm. 10-15 like gəlir. Həqiqətən deyirəm, baxın, and etə bilərəm ki, o videoya çox like gəlmədi deyə. Yəni buraxma, həvəsim düşdü, yəni buraxdım da YouTube-u. Yəni belə inşallah bu video tutar. Bu da nə təsadüf, hə uşaqlar, nə təsadüf. Güzel yazdım, yəni ayda niyə yazdım da. Dostlar, çox xahiş edirəm, bu dəqiqə kanal, yəni bu videonu atacağam, yəqin ki sabah atıram. Yəni kanalın algoritması, nə bilim, heç bilmirəm. O da başım çıxmırdı. Yəni heç bilməm də nə gündədir. Səv olalım mı? Olaq. Ayda sən də tez qutar da bezməyəcək. Nəysə, bu da belə getdi. Yəni gördüyünüz kimi utandı uşaqlar. Yəni baxın, yazdı ki burada salam, mən də yazdım salam. Aşk klubuna boşuna gəlməmişəm. Mən də yazdım ki, yaş neçə, mən də yazdım onun üstünə. O da yazdı ki, mən də yəni yalandan yazdım. Yəqin ki 11-12 yaş var. Yəni bu oyun oynayanların yaşı belədir, ya da 13 yaş var bəlkə də. Mən də yazdım ki, geçən, sonra yazdı ki, sevgi olaq. Mən də yazdım ki, olaq, sonra qorxdu. Qızlar istiqat. Nə danışır bu? Nəsə dostlar, getdim. Çox sağ olun videonu izlədiyiniz üçün. Təşəkkür edirəm. Bu videoya təxminən bir 50 like gəlsə, 50 like məncə yaxşıdır. 50 like gəlsə davamı gələcək, söz verirəm sizə. Like atmağı unutmayın. Çox xahiş edirəm. Bay bay.